ixtisasımı da tədris edən ən yaxşı universitetdir. Ya çox yaxşı olurlar, ya da çox pis olurlar. Orta bir səviyyədə mən hər hansı bir akademik heyət görməmişəm. Dərslər çatdıra bilmirlər. Təbii fikri alıb. Amma mən görməmişəm ki, kimsə getsin orada işə düzəlsin, kimsə getsin həqiqətən uğurlu bir yola getsin və yaxud da bunun prestiji daha çoxdur deyə, balım ziyan olmasın deyə. Meşəbəyliyi deyirəm mən buna. Əvvəlki adı da meşəbəyliyi olub. Bakı Dövləti digər universitetlər kimi səhv salmayın. Bir yerdə xəyallarınızı suya düşürə bilər. Mən Səccad Məmmədov, Bakı Dövlət Universiteti 3-cü kurs Biologiya fakültəsi tələbəsiyəm. Biologiya ingilis sektorunda oxuyuram. Bu gün universitetin ixtisaslarım haqqında danışacağam. Bundan qabaqki ixtisasım və hazırdakı ixtisasım barəsində. Bu universiteti digər universitetlərdən fərqləndirən əsas cəhət nədir? Bir, tədqiqat bazasının geniş olması. 2, yenə dediyim kimi, hər hansısa adının, statusunun olmağı, bu ikisi bəs eləyir. Bundan əlavə olaraq da müəllim heyəti genişdir. Məsələn, mən hər hansısa bir mövzuda araşdırma aparmaq istədikdə, mövzu dar sahə olmur. Müasir elm sahələri genişdir. Hər hansı bir mövzunu mən işlədikdə, kimyaya da ehtiyacım olur, biokimyaya da, biofizikaya da, biostatistikaya da və yaxud da və sair sahələrdə. Və bunların hər biri üçün ən azı bir ixtisaslaşdırılmış kadra ehtiyacım olur. Və hər hansı düşünsək ki, digər institutlar, dar sahələr və yaxud da başqa universitetlərdə kadr cəhətdən problemlər olursa, Bakı Dövlətdə elə bir şey yoxdur. Müəllim bazası genişdir deyə istədiyimiz bir mövzuda hər hansı bir müəllim və yaxud da elmi rəhbər tapa bilirik. Bu ixtisasda oxumaq sizi hansı cəhətdən inkişaf etdirir? Hansı cəhətdən inkişaf etdirir? Səbirli eləyir. İkinci növbədə də tədqiqatlara açıq bir şəxs kimi yetişdirir düşünürəm. Səbirli eləyir ona görə çünki bürokrasiya məsələləri çox uzun olur və bu beynəlxalq landşafa da uyğunlaşır. Hər hansısa bir yerdə tədqiqat apardıqda, ən azı öz universitetimizdə məsəl üçün mən transkript götürəndə bir neçə yerdən keçməli oluram. Starostaya deyirəm, starosta tutora, tutor dekan müavinə və s. bu proseslər uzayır. Və bu cür bürokrasiyalara öyrəşmək gələcəkdə istər iş həyatına uyğunlaşmalarımıza kömək olsun, istər hər hansı bir tədqiqat sahəsinə uyğunlaşmamıza. İkincidəki tədqiqat universitetidir bir yerdə. Yəni biologiya fakültəsi və yaxud da kimya fakültəsi, riyaziyyat, fizika falan bu sahələr tədqiqata açıq sahələrdir. Ona görə də biraz elm insanlarıyla bərabər olmaq başqa bir hissiyatdır. Dərslərdə öyrəndiklərinizin praktik faydasını hiss edirsinizmi? Dərslərdə öyrəndiklərim iki yerə bölünə bilər. Praktiki öyrəndiklərim, bir də əzbər öyrəndiklərim. Əzbər öyrəndiklərimi deyə bilmərəm çox da. Bəzi teorik hissələr xaric, məsəl üçün təkamül biologiyası falan, bu konkret əzbərlənici və teorika ilə gedən bir şeydir. Burada xüsusi bir şey yoxdur. Amma atıram genetika sahəsi ola bilər və yaxud da biofizika sahəsi ola bilər, funksional biokimya sahəsi ola bilər. Bunlar tədqiqat tələb edir. Amma universitetimizdə tədqiqat limitləndirilir. Bunun səbəbi də odur ki, maddiyyat məsələsi. Çünki universitet və yaxud da fakültəyə illik olaraq müəyyən bir plan təqdim olunur hər il, sentyabr ayında səhv eləmirəmsə, və bu planda biz laboratoriyada nə çatışmır və yaxud da bu il hansı tədris metodikalar, hansı reaksiyalar aparacağıq, onu qeyd edirik. Amma müəllimlərimin də dediyi üzrə və mənim də müşahidə etdiyim üzrə hələ ki görməmişəm ki, müəyyən bir reagent bizə gətirib versin ki, buyurun bunu tədris kimi istifadə edin. Biz bunun üçün tələbələr və yaxud da müəllimlər olaraq öz cibimizdən pulu qoyuruq və düşünsək ki, hər hansı sadəcə bir reagentin qiyməti belə çox baha olur. 100 milli bir reagent aldıqda və xaricdən gətirdikdə falan, bunun qiyməti 200-300 dollar sərf edir. Bir reaksiya üçün də sadəcə bir dənə reagent olmur və tək bir tələbəyə də lazım olmur. Artıq bizim büdcəmizi aşan məsələlər olur. Onların xaricində yerdə qalan şeylər, bəzi xırda-xuruş reaksiyaları öz cibimizdən də olsa eləyirik və bunların da həqiqətən effektini görürəm. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Olmur. Real bir şəkildə olmur. Bəzi karyera sərgiləri keçirirlər, tamam, bəzi şirkətlər gəlir, eləyir falan. Amma mən görməmişəm ki, kimsə getsin orada işə düzəlsin, kimsə getsin həqiqətən uğurlu bir yola getsin. Hər hansı praktiki təcrübə olsun. Özüm də iştirak eləmişəm, neçəsinə CV göndərmişəm. Yəni o karyera sərgisinin içərisində deyiblər ki, hə göndərin, siz bizə uyğunsunuz, sizi praktikaya dəvət edirik falan filan. Müraciət göndərirəm aylarla, bəzən 2 ildən sonra mənə geri dönüş edilir ki, xeyr, siz bizə artıq uyğun deyilsiniz. Yəni bu cür realistik olmayan sadəcə göstərişlərimiz bir yerdə çoxdur. Biologiya ixtisasının digər 4-cü qrup ixtisaslarından fərqi nədir? Biologiya ixtisasının digər 4-cü qrup ixtisaslarından fərqi odur ki, biologiya 4-cü qrupun əsas təməl özəyidir. Sən biologiya oxuyaraq bir neçə istənilən oradakı digər sahəyə keçid deməzdim də əl ata bilirsən. Məsəl üçün tibbi sən oxusan və yaxud da stomatologiyanı falan oxusan, sən sadəcə klinikalarda və yaxud da hər hansı bir xəstəxanalarda işləyirsən. Amma sən biologiya oxuyaraq orada laboratoriya cəhətdən də geniş imkanların olur. Və yaxud da psixologiyada ya da tutaq ki, ekologiyada falan sahələr var da. Amma düşünsək ki, onların hər biri
müəyyən bir elmi baza əsaslanır, müəyyən bir kitablara, müəyyən bir qanunlara, tədqiqatlara. Və o tədqiqatları götürüb hər hansı bir həkim, hər hansı bir ekoloq falan icra eləmir. Bunu icrasını eləməzdən qabaq öyrənən şəxslər bioloqlardır. Bioloqlar birinci növbədə tədqiqatı aparır, müəyyən bir şey kəşf olunur, sübut edilir, daha sonra da bu istifadəyə verilir. Bu cəhətdən hər bir yerdə əli keçən, hər bir yerə geniş açıla bilən ixtisasdır. Ona görə 4-cü qrupun bütün ixtisaslarının birləşməsidir deyə bilərəm. Bu ixtisası bitirən biri hansı sahələrdə işləyə bilər? Hansı işlərdə işləyə bilər? Ölkədən ölkəyə dəyişir. Öz ölkəmizdəki real cəhət budur ki, klinikalarda, özəl klinikalarda falan işləyə bilir. Tibbi cəhətdən desə, akademik cəhətdən elmi tədqiqat institutlarında ya da universitetlərdə falan da işləyə bilər. Tətbiqi sahədə ekoloq kimi də girişə bilər və yaxud da kimya sahəsinə də bir yerdə girə bilər, farmakologiya, dərman dizaynına da və yaxud da zooparkda falan ya da botanika bağlarında da işlər ola bilər. Tibb sahəsində sadəcə laborator hissələrdə, yerdə qalan hissələrdə isə birbaşa akt olaraq işləyir. Universitetinizdə nəyi dəyişmək istəyərdiniz? Qayıb sistemini. Ciddi bir şəkildə qayıb sistemini dəyişmək istəyirəm. Çünki bəzi ixtisaslar, bəzi fənlər var ki, hə, burada qayıb mütləqdir. Laboratoriya dərsləri var. Mən onu praktiki olaraq icra eləməsəm başa düşməyəcəm. Və ya da bəzi konkret dərslər var. Amma mühazirələrdə qayıb sistemi olmasa da olar. Yəni hər bir fəndə, məsəl üçün tarix fənni keçirilir. Tarixdə mən mühazirələrdə 90 dəqiqə hər hansı bir müəllimi qulaq asmaq istəmirəm. Mən imtahanda onsuz da hazırlaşacağam, ona uyğun balımı alacağam. Mən bir də götürüb hər bir mühazirədə iştirak eləməliyəm deyə bir qayda yoxdur. Bu təkcə mənim şikayətim də deyil. Bir çox müəllimim, hətta tələbələrə də bu cəhətdən dəstək durur ki, hə, qayıb sistemi ləğv olunmalıdır, amma hələ aktualdır bu məsələ.